Elhamdülillah vahdah ve salatu ve selamu ala men la nebiyye ba'deh amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuh. Əziz və möhtərəm müsəlman bacı və qardaşlarım. Bugün sizə maraqlı bir və mühüm bir mövzu barəsində danışacağım. O da bugünkü gün yağışların yağması barəsindədir. Bu yağışlar, yağan yağışlar bizə Allahdan bir nemətdir, yoxsa bəla? Bu yağışlar bizə imtihandır, yoxsa bizim üçün ibrət almağımız üçün bir fürsətdir? Və ya bu yağışlarla Allah Subhanahu taala bizə hansı mesajlar vermək istəyir? Bu barədə danışacağıq inşallah. Birinci, Uca Allahın bu ayəsi ilə başlamaq istəyirəm. Uca Allah Quran-ı Kərimdə buyurur ki: "Huvellezî yunezzilul gayze mine's-semâ. Huvellezî yunezzilul gayze min ba'di mâ qanatu ve yenşuru rahmetuhu ve huvel veliyyul hamid." Allah insanlar ümidsizliğe kapıldığı zaman onlara yağış endirər. Ve Allah öz rəhmətini yeryüzünə yayar. Ve Allah insanların dostu, övliyası, vəlisi və həmd olunan, həm də layiq olan kəsdir. Həm də layiq olandır. Təbii ki, yağışların enməsi Allahın bizə olan ən böyük nemətlərindən olan bir nemətdir. Bəzən bu nemətlər bəlaya da çevirə bilər. Bunu misal olaraq insanın övlad nemətinə də misal getirə bilərik. Şək yoxdur ki, insanın övlad neməti Allah tərəfindən insana verilən böyük bir nemətdir. Amma bu övlad neməti bəzən bəlaya da çevrilə bilir. O övlad elə bir pis bir övlad ola bilir ki, o insanın başına gələn ən böyük bəlalardan biri ola bilir. Və eləcə də insanın gözəl evi Allah tərəfindən nemətdir. Bu insanın bəlasına da çevirə bilər və s. Yağış da Allahın ən əzəmətli nemətlərindən biridir. Bəzən də Allah Subhanahu taala bu neməti ilə insanlara sınaq göndərə bilir. Bəzən bunu insanların ibrət alması üçün bir vasitə edə bilir. Bəzən bunu insanlara həqiqi nemət olaraq göndərir. Bəzən də bunu insanlara bəla olaraq göndərir. Uca Allah Quran-ı Kərimdə buyurur ki: "Ya eyyuhen-nasu ubudu rabbakum." Ey insanlar, Rəbbinizə ibadət edin. "Ellezî halaqakum." O Rəbbiniz ki sizi yarattı. "Vellezîne min qablikum." Sizdən öncəkiləri də yarattı. "Leallekum tettekun." Bəlkə Allahdan qorxarsınız. "Ellezî ceale lekumul arda firâşa." Hansı ki o Rəbbiniz yeri sizin üçün döşəmə etdi. "Ve's-semâe binâe." Və səmanı sizin üçün tavan etdi. "Və enzele mine's-semâi mâe." Və səmadan sizin üçün su endirdi. "Fəəxrəcə bihi mine's-semerât rizqan lekum." Və yerdən sizə ruzi olaraq məhsullar çıxartdı. "Fəlâ tec'alû lillâhi endâden və entum ta'lemun." Bunları bildiyiniz halda Rəbbinizə tay tutmayın, şərik tutmayın. Deməli, Uca Allah bizə səmanın yaradılması və oradan bizə yağışla, su ilə nemətlərin, ruzilərin göndərilməsi barəsində xəbər verilir. Yəni, bu səmanın ki, bu yağışın ki, bu suyun ki, o bizə nemət göndərir, nemət verir. Yeri sulayır, onunla nemət çıxarır. Bu da Allahın tekliyinin əzəmətinə dəlildir. Uca Allah bizə bu qədər böyük nemət və bununla yeri diriltir və oradan bizə ruzi olaraq məhsullar çıxarır. Uca Allah Quran-ı Kərimdə bəzi yerlərdə göydən enən bu suyu, bu yağışı bir neçə adla vəsf edib. Bunlardan bəzi adları bərəkət olaraq deyib, bəzən bu suya təmiz su deyib və bəzən də yaşayışın səbəbi olaraq qeyd edib. Necə ki, Uca Allah Quran-ı Kərimdə buyurur ki: "وَأَنْزَلْنَا مِنَ السَّمَاءِ مَاءً مُبَارَكًا." Biz səmadan sizin üçün mübarək, yəni bərəkətli bir su endirdik. Eləcə də Uca Allah başqa ayədə buyurur ki: "وَأَنْزَلْنَا مِنَ السَّمَاءِ مَاءً طَهُورًا." Və səmadan sizin üçün təmiz su çıxartdıq, təmiz su göndərdik. Eləcə də Uca Allah başqa ayədə buyurur ki: "Və enzəlnə minəs-səmai ma'an fəəhyə bihil arda ba'de mautiha."
Biz sizin üçün yerin öldükten sonra onları dirildecek bir su gönderdik. İnne fi zalika laayatin liqaumin yesmaun. Həqiqətən dinləyənlər üçün burada böyük bir dinləyən qövm üçün burada böyük bir dəlil vardır. Fikir verin. Bu yağışın yağması barəsində, bu yağışın necə möcüzəli şəkildə yerə düşməsi barəsində İbn Qayyim rahimehullah öz kitabında belə buyurur. Buyurur ki, yağışı buludlardan, yəni buludlar yağışı yerə elə səpir ki, onlar yerdən o damlalar yerə düşərkən o damlalar heç biri bir-birinə qarışmır. Heç biri bir-birindən geriyə və ya önə keçmir. Heç biri bir-birinin üstələmir. Bir-birinə birləşib topa halına gəlmir. Çünki elə olsa topa halına gəlib insanlara zərər verə bilər. Hər biri yer üzünə, yəni o buludun yağdırdığı, süzdüyü, səpələdiyi o yağışın hansı ki yerə düşür, o yer üzünü tamamilə örtür. Yəni hər bir zərrəsinə düşür. Və düşdükdə də belə o yerdən bərəkət çıxarır onunla. Və bunlar da hamısı elə bir şəkildə düşür ki, belə bir sənəti yer üzündə insanlar toplansa belə, elə bir yağışın bir damcısını belə yarada bilməzlər. O yağışın bir damcısını belə göydən yerə endirə bilməzlər. Və insanlar saymaq istəsələr belə, o yağışın dənəciklərinin belə eyni anda sayıb qurtara bilməzlər, saya bilməzlər. Eləcə də İbn Qayyim rahimehullah davamında buyurur ki, fikir ver, Uca Allah bu yağışı necə endirir ki, bu yağışla insanların, heyvanların, hətta balaca həşəratların belə ruzisi olur orada. Balaca həşərat, qarışqaların belə ruzisi olur orada. Allah Subhanahu taala o yağışı filan qəbilədə, filan yerdə, filan dağda olan bir heyvanın və ya filan kəsin neməti olaraq göndərir. Necə ki Allah Subhanahu taala necə də yaradanların ən xeyirlisidir, ən xeyirli yaradandır. Bu ayələrdə, burada bu yağışların enməsində insanlar üçün böyük bir ibrətlər var. Yəni Allahın qüdrəti bariz şəkildə üzə çıxır. Yəni Allah Subhanahu taala necə də gözəl yaradıb. Necə ki Uca Allah Quran-Kərimdə başqa ayədə buyurur ki: "Və min ayatihi annaka taral arda xaşi'a fe iza anzalna alayha'l ma'a ihtazzat ve rabat. İnnellezî ahyâhâ lemuhyil mevtâ innehu alâ kulli şeyin qadir." Yeryüzünü qupquru görməyin onun dəlillərindəndir. Allahın tekliğindən olan dəlillərindəndir. Biz yer üzünə su endirdikdə o hərəkətə gəlib qabarar. Şübhəsiz ki, onu canlandıran, ona can verən, yerə can verən ölüləri də mütləq dirildəcəkdir. Həqiqətən o hər şeyə qadirdir. Fikir verin, Uca Allahın bu yağışı endirməklə, ölü yeri, quru yeri diriltməklə insanların öldükdən sonra diriltməyinə dəlil getirir. Yəni Uca Allah üçün ölüləri diriltmək, o ölən torpağı su ilə diriltmək kimi Allaha asandır. Uca Allah başqa ayədə buyurur ki: "Vallahu'l-lezî ersele'r-riyaha fetusiru sahaban fesuqnahu fi beled ila beledin meyyit fe ahyayna bihi'l-arda ba'de mevtiha kezaliken-nuşur." O Allah'tır ki, Allah küləkləri göndərir və onunla buludları istədiyi yerə yönləndirir və orada ölmüş torpaqları diriltir. Və onunla ölmüş torpaqları diriltir. Yəni ölü torpaqları o buludları yönləndirir, ölmüş torpaqları o buludlarla diriltir və bunun ardında buyurur ki, insanların dirilməsi də belədir. Öldükdən sonra dirilməsi də buna məzizir. Allah Subhanahu taala bunu ona misal getirir. Bu dəlillər də onu göstərir ki, həqiqətən bu yağışın yağması bizə Allah tərəfindən böyük bir nemətdir. Əgər biz bu neməti layiqli dəyərləndirsək, Allah tərəfindən böyük bir nemətdir. Və bəzən də bizə imtahan ola bilər.
Yəni biz həmin o nemətin qədrini bilirikmi? Onun layiqli şükrün edəcəyikmi? Uca Allah Quran-Kərimdə buyurur ki: "Lə in şəkərtum lə əzidənnakum." Əgər siz şükr etsəniz, mən sizə olan bu nemətləri artıraram, çoxaldaram. Təbii ki, elə yerlər var ki, onlar su üzünə, yağış üzünə həsrətdir. İldə bir neçə dəfə yağış yağar və ya yağmaz. Onlar üçün, onlar bunun Allahın göndərdiyi bu yağışın nə qədər böyük bir nemət olduğunu düşünüb anlayırlar. Yəni buradan bu imtahanın, Allahın göndərdiyi bu imtahanın insanlar üzərində nəticəsini görürlər. Amma bəzi insanlar bu imtahandan düzgün keçmirlər, düzgün çıxmırlar. Bəzi insanlar bu imtahana dözmürlər. Bəzi insanlar bu imtahanı, yəni bu Allahın nemətidir yoxsa yox, onu heç anlamırlar. Təbii fəlakət adlandırırlar və ya insanlar hansısa ulduzun düşməsi və ya hansısa ulduzun yerinin dəyişməsi səbəbilə ona vəsf edirlər. Amma hədisdə gəldiyi kimi Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, insanlardan bəziləri var ki, mömin oldu, bəziləri kafir oldu. Deyir ki, insanlardan bəziləri yağış yağan vaxtı dedilər ki, bu Allahın fəzləti və rəhməti sayəsində oldu. Onlar Allaha iman edən, yəni möminlər oldu, amma ulduzlara kafirlərdən oldu. Yəni ulduzları inkar edənlərdə oldu. Amma kim ki dedi ki, biz filan ulduza görə yağış yağdırdı bizə, filan ulduz bizə yağış yağdırdı, onun sayəsində yağdı. Bu ulduzların mömini, ulduzlara inanan oldu, amma Allaha inkar edənlərdən oldu. Allah qorusun. Bunlar bu imtahandan da keçmiş olmadılar. Bunlar həmin imtahandan qalmış oldular. Bu imtahandan keçənlər o nemətin həqiqi qədrini bilən oldu və o nemətin layiqli şükrün verənlərdən oldu. Və dedik ki, bu bəzən bəla da ola bilər. Təbii ki, hər bir yağışın yağması Allah tərəfindən bir nemət deyil. Bəzən Allahın razılığı ilə də ola bilir, insanlardan razı qalması ilə də ola bilir. Bəzən insanlara qəzəbi tutduğuna görə də ola bilir. Necə ki, Uca Allah Quran-Kərimdə buyurur ki, "Kəzzəbət qabləhum qavmu Nuhin fəkəzzəbu abdana və qalu məcnunun və zduhir. Fədə'a rabbahu inni məğlubun fəntasir. Fəfətəhnə əbvabəs səmai bima'in munhabir. وفجرنا الأرض عيونا فالتقى الماء على أمر قد قدر وحملناه على ذات ألواح ودسر تجري بأعيننا جزاء لمن كان كفر ولقد تركناها آية فهل من مدكر فكيف كان عذابي ونذر." Onlardan əvvəl Nuh qövmü elçiləri yalan hesab etmişdir. Onlar qulumuzu yalancı sayıb o dəlidir dedilər və ona hədə-qorxu gəldilər. Nuh Rəbbinə dua edib, mən məğlub oldum, mənə yardım et dedi. Biz göy qapılarını leysan bir yağışla açdıq. Yeri yarıb oradan bulaqlar qaynatdıq. Göydən tökülən və yerdən çıxan hər iki su əzəldən lövh-ü məhfuzda təqdir edilmiş bir iş üçün bir-birinə qovuşdu. Biz onu taxtadan pərçimləmi mismarlanmış gəmidə daşıdıq. İnkar edilmiş kimsəyə, yəni Nuha, mükafat olaraq gəmi gözlərimiz önündə üzüb getdi. Biz onu, Nuhun hekayəsini nəsillərə ibrət üçün saxladıq. Heç ibrət alan varmı? Mənim əzabım və qorxutmağım necə oldu? Bu Allahın vədi idi. Allahın bəlası idi. O qövmə ki, onlar Allahı inkar etdilər. Yağış ilə, su ilə onları həlak etdi. Baxmayaraq ki, su, yağış Allahdan nemətdir. Allahın qəzabı ilə də bəzən yağışın çoxluğu, sellər, daşqınlar, dənizlərin daşması, tsunamilər, fəlakətlər və ya zəlzələlər, başqa bəlalar da insanların adladığı təbii fəlakətlər Allahın əzabı ilə göndərilə bilir. Bəzən də imtahan olaraq, bəzən də bəla olaraq göndərilə bilir. Bu da
insanların anlaması üçün bir ibrətdir. Yəni Allah Subhanahu taala insanların ayılması üçün bir ibrət olaraq qoyur ki, bəlkə insanlar ayılar. Bəzən bir neçə evin yıxılmasında belə çoxlu xeyirlər ola bilir. Ola bilsin bir neçə insana zərəri olsun, amma ümumi kütləyə xeyri olsun. Yəni misal olaraq deyək ki, yağış yağıb, yağışla bir kəsin evi yıxılıb. İnsan bundan ibrət çıxara bilər ki, evini möhkəm qursun. Evinin bünövrəsini möhkəm qursun, dirəklərini möhkəm qursun, yolları möhkəm düzəltsin ki, belə hadisələr, yüngül hadisələrdə bunlar baş verməsin. Bu da Allahın uluhiyyətinə, təkliyinə nişanədir. Yəni sən öz dinini, öz əqidəvi möhkəmlətməlisən ki, Allaha olan inancın hər zəlzələdə, hər yağışda azalmasın, hər bəlada, hər imtahanda azalmasın. Sən bünövrün, qəlbində olan Allaha qarşı olan bünövrün, tövhid bünövrün, Allahı təkləşdirmək bünövrün zəif olsa, o zaman hər bir xırda külək əsməklə sənin o evin yıxılacaqdır. Qəlbində olan evin yıxılacaqdır. Yəni, insan belə məsələlərdən ibrət çıxarmalıdır. İnsan özü üçün, öz gələcəyi üçün ibrət çıxarıb, bunu bir Allahdan bir sınaq olaraq görməlidir, bunlardan ibrət çıxarmalıdır. Və dedik ki, bu nemətləri bəzən Allah nemət olaraq göndərir. Bu nemətləri bəzi insanlar asiliklərlə cavab verirlər. Bəzən yağış yağan vaxtı və yaxud belə hallarda Allah tərəfindən nemət olan vaxtı onlar bu yağışda çıxıb asiliklər edirlər. Bəzən bu yağışlarda musiqi səsləndirirlər, başınlarla çıxıb asiliklər edirlər və s. Yəni, bu da Allahın nemətlərinə asiliklərlə cavab verməkdir. Bu da Allah qorxusunun Allah tərəfindən olan bir qəzəbə düşər olar və bununla Allahın o neməti insana bəla ola bilər. Və bunun səbəbi olaraq da onların səbəbi ilə və yaxud onların etdikləri əməllərlə bəzən günahsız insanlar, mömin insanlar belə o bəlaya düçar ola bilər. Yəni, hansısa asiliklər eləyir insanlar, o insanların asilikləri səbəbilə başqa insanlar, günahsız insanlar onların əzabını çəkirlər. Onların etdikləri əzablara görə onlar da sellər gəlib o günahsız insanları da apara bilir. Bəzən insan sual verə bilər ki, o günahsız insanların nə günahı var idi? Nəyə görə Allah onlara əzab verdi? Bunun bir neçə cavabı vardır. O cavablardan biri, ən qısası, o insan birincisi ona Allah tərəfindən bir sınaq ola bilər. İkincisi, Allah ona fürsət vermişdi bu dünyada onları, o asi insanları, günahkar insanları, Allaha qarşı çıxan insanları dəvət etsin. Onları Allahın yoluna çağırsın. Onun səhlənkarlığı səbəbilə onlar ibadətə gəlməyib, asiliklərinə davam edib, əzab da onu onunla götürüb. Yəni, o onlara yardım ola bilərdi, onları bu asiliklərdən çıxara bilərdi. Çıxartmadığına görə o da səbəb ola bilər. Və bilmədiklərimiz o qədər səbəblər var ki, onların da elmi Allaha qayıdır. Yəni, Allah bilir hansısa səbəblərə görə bəzi insanlara olur. Hətta Mücahid Rahiməllah buyurur ki, hətta heyvanlar belə Adəm övladına lənət oxuyardılar ki, yəni, nə vaxt ki, quraqlıq olardı, yağış yağmazdı, bəlalar gələrdi. Onlar lənət oxuyardı insanlara ki, bu insanların etdiyi asiliklərə görədir ki, hətta heyvanlar belə əziyyət çəkir. Heyvanların nə günahı var? O insanlar etdikləri əməllərə görə o heyvanlar və günahsız müsəlmanlar da əziyyət çəkir. Sonra bunu isə atırlar Allahın üzərinə ki, Allah istəsə eləməzdir. Allaha qarşı çıxanların Allahın onlara göndərdiyi bu dünyada ən yüngül əzablardır. Amma axirətdə isə əzabları daha şiddətli olacaqdır. Və bu hallarda, bu yağışlar, sellər gələn vaxtı və yaxud yüngül yağışlar olan vaxtı nə etmək lazımdır? Hansı əməlləri etmək lazımdır?
Sünnəyə baxsaq, Peyğəmbər sallallahu əleyhi və səlləmin əməli həm sözü ilə, həm əməli ilə bizə böyük bir ibrətdir. Peyğəmbər sallallahu əleyhi və səlləm dualarında yəni yağış yağan vaxtı deyərdi ki, Allahümmə sayyibən nafi'an. Allahım bu yağışı bizim üçün faydalı et. Yəni o yağışın faydalı olmasa insana zərər verəcək. Onun üçün Peyğəmbər sallallahu əleyhi və səlləm dua eləyərdi və deyərdi ki, "Mutirna bi fadlillahi və rahmetihi." Biz Allahın rəhməti və fəziləti sayəsində bizə yağış göndərildi. Yəni başqa bir səbəb deyil. Allah bizə rəhm eləyib bizə yağış göndərib. Hətta bəzən yağış güclü yağan vaxtı, şiddətli olan vaxtı Peyğəmbər sallallahu əleyhi və səlləm dua eləyərək deyərdi ki, Allahümmə həvaleynə və la aleynə. Allahım bizim üzərimizə deyil, bunu ətrafa göndər. Dağlara, ağacların diblərinə və s. kimi yerlərə göndər, bizim üzərimizə göndərmə. Bu da Peyğəmbər sallallahu əleyhi və səlləmin o şiddətli yağışlar olan vaxtı etdiyi dua idi. Eləcə də əməllərində Peyğəmbər sallallahu əleyhi və səlləm deyərdi ki, dua eləyən vaxt hədisdə buyurardı ki, 2 an vardır ki, o dua rədd olunmaz. Onlardan biri əzan anında olan duadır, biri də yağış anında, yağış enən vaxtı olan duadır. Və Peyğəmbər sallallahu əleyhi və səlləm yağış yağan vaxtı dua eləyərdi. Eləcə də yağış yağan vaxtı sünnələrdən biri də, əməllə olan sünnələrdən biri də Peyğəmbər sallallahu əleyhi və səlləm yağış yağan vaxtı bədəninin bir hissəsini və yaxud başqa rivayətdə gəlir ki, başını açardı, o yağış o üzərinə tökməyinə icazə verərdi və deyərdi ki, o Rəbbinin yanından təzə gəlib. O yağış Rəbbinin yanından təzə gəlib, onun yağışın özünə dəyməsini, başına dəyməsinə icazə verərdi. Bu da sünnələrdəndir. Və ümumi olaraq bilmək lazımdır ki, əvvəldə dediyimiz kimi də, bu yağışlar gələn vaxtı, bu yağışları dua ilə, Allaha istiğfar ilə, eləcə də həmd olaraq, Allaha həmd eləyərək qarşılamaq lazımdır bu yağışları. Ola bilsin bu yağışların arası kesilsin, kesilməsin. Çünki bəzən ola bilər ki, yağış il boyu davam eləsin. Düşünə bilərsiniz ki, yağış yağır, nemətlər çox gəlir, bağlar yaxşı bəhər verəcək. Bu bəzən belə olmaya da bilir. Çünki hədisdə gəldiyi kimi qiyamətin əlamətlərindəndir ki, bir il yağış yağsın, yəni il boyu yağış yağsın, amma heç bir faydası olmasın, yəni heç bir bəhər verməsin. Təsəvvür edin, il boyu yağış yağır, heç bir bəhər vermir. Müslimdə gələn rivayətdə də buyurur ki, quraqlıq yağışın yağmaması deyil. Quraqlıq il boyu yağışın yağıb, heç bir bəhərin verməməsidir. Yəni yerdən heç bir bitkinin çıxmamasıdır. Əgər yağış yağırsa, fəlakətlərə səbəb olursa, fəlakətlər yaranırsa, insanlara zərər olunursa, o zaman deməli bu yağış insanlara bəla olaraq göndərilib, o an istiğfar eləmək lazımdır. Bir məsələni də sonunda qeyd edeyim ki, yağış yağan vaxtı suallardan biri də budur ki, yağış yağan vaxtı cümə namazına getmək və yaxud o birisi namazlara getmək, meşdə getmək, getməmək daha doğrusu sünnədirmi yoxsa yox? Peyğəmbər sallallahu əleyhi və səlləm gəlib ki, çox isti havada, eləcə də çox soyuq havada, şiddətli yağış havada, yəni cümə namazına və yaxud fərz namazlarına getməmək sünnələrdəndir. Bunu da məscidlərdə əzan verərək deyərdilər bəzən və bəzən də insanlar getməzdi. Bu da nəyə qayıdır? İnsanların o anda yəni məscidə getməyə çətinliklər yaranarsa o zaman. Yəni yağış yağır, hər yağış o demək deyil ki, məscidə getməyəsən. Xeyr. Yağış yağır, sən evdən çıxan vaxtı ehtimal varsa ki, gedən vaxtı yolda yəni maşının xarab olacaq, suya düşəcəksən və ya nəsə başqa hadisə gələ bilər. Evində oturub namaz qılmağın daha yaxşıdır. Bunda rüxsət var. Hətta cümə namazına getməməkdə belə. Amma yağış yağsa belə, heç bir mane yoxdursa, rahat gedib gələ bilirsənsə, rahat miniyin varsa, gedib rahat ibadətləri eləyə bilmirsənsə, gedib ibadətləri eləyə bilirsənsə, eləməlisən. Amma eləyə bilmirsənsə, köhnə bir 06'un varsa, gedib yolda suda maşın sönüb qalacaqsa, o zaman evində qılmağın daha yaxşıdır. Allahdan istəyirəm ki, Allah Subhanahu taala bu yağışları bizim üçün xeyirli etsin.
Ümumən Allah Subhanahu taala bizə rəhm etsin, bizə fəlakətlər, bəlalar göndərməsin. Bizim ümməti, Azərbaycan xalqını əmin-amanlıq etsin və bizi bizim ölkədə olan müsəlmanlarımıza hidayət versin, onları dinə yönəltsin və dini bilib ona əməl edənlərdə etsin. Allah Subhanahu taala bizi Firdevs cənnətində bir yerdə cəm etsin. Subhanakallahumma və hamdik və əşhədü en la ilahe illə ent və estəğfiruke və etûbü ileyk.